Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Temudan aldığım 2 ədəd məhsulu göstərmək istəyirəm. Dostlar, bildiyiniz kimi bu aralar həddindən artıq Temudan alış-veriş etmişəm və şəxsi fikirlərimi sizlə bölüşmək istəyirəm. Və yaxud da Temudan təzə qeydiyyatdan olarsa və yaxud da siz Temudan bir məhsul almaq istəyirsə bizim videolarımıza baxıb həmin məhsulları canlı görə bilərsiniz. Dostlar, bugün dostlar qeyri-adi bir qutu açılımı olacaq. 2 ədəd maşınlar üçün kamera almışam dostlar. Ayrı-ayrı, yəni fərqlərdə, ayrı-ayrı ölçüdə fərqli maşın kamerası almışam. Bununla maraqlanan dostlarımız əlbəttə ki olacaq dostlar. Bu videoya baxaraq özlərinə maşın kamerası ala bilər. Dostlar, bu şəkildə 2 ədəd qutuda almışam. İndi bu yaxınlarda da Temudan planşet almışıq dostlar. Onun da videosu gələcək. Bizi takib eləyin, abunə olun kanalımıza. Yadınızdan çıxmasın. Belə bir qutudadır. İkisi fərqli kameralardır. Dostlar, qeyd edin, fərqlidir. Biri isə bu şəkildə ağ qutuda gəlir. Qeyd edim ki, bunların linkini də ki video açıqlama bölməsinə əlavə edəcəm. Yəni bu həmin məhsulların oradan klik eləyib alış eləyə bilərsiniz. Ən ucuz variantını sizlər üçün araşdırıb əlavə eləyərəm. Həmçinin bu məhsulların, yəni maşın kameraların qiymətini də ekrana əlavə eləyəcəm dostlar. O ekranda da görəcəksiniz. Yəni bir bu qutuları açdıqda onların qiymətli ekranda olacaq dostlar, həmçinin özüdür. Həmçinin dostlar, burada da bir şey də qeyd edeyim. Mən bu məhsulları endirim kodu ilə almışam, yəni 20% endirimdən almışam. Normalda bu məhsullar 25-30 manat arasıdır, yəni kameradan kameraya təbii ki dəyişir. Amma 20% endirim kodunu alanda bu məhsulların qiyməti bəzən 15 manat, 12 manat, 13 manata kimi endirimə düşür. O videomuzu da açıqlama bölməsinə əlavə etmişəm. Oradan klik edərək Temudan necə 20% endirim kodu almaq olar, onu da siz izləyə bilərsiniz dostlar. Dostlar, bir ilk öncə bundan başlamaq istəyirəm. Bu biraz bu məhsula baxanda ucuz idi, yəni maşın kamerasına və bunların fərqini sizə izah eləyəcəm. Həm çox cüzi olsa da qiymət fərqləri var. Yəni biraz aralarında qiymət fərqi var. İkisini fərqli seçdim ki, videoda sizlərə ətraflı şəkildə göstərə bilim dostlar. Bu şəkildə qutusundadır. Bu qutusu biraz buna baxın biraz səliqəsizdir. Əslində mən bu kameralardan dostlar əvvəllər almışam, daha çox almışam. Dostlar, həqiqətən çox xoşum gəlir bu kameralardan. Sadəcə bunu videoda göstərməmişəm. Düzdür, bəzi özlərinə görə mənfi cəhətləri var, amma qiymətləri çox ucuzdur. Bu şəkildə qutuda gəlir. Baxın, gördüyünüz kimi qutunun içərisindən bunu çıxardaq, baxaq görək nələr çıxır. Belə karton qutuda gəlir dostlar. İçərisindən bir ədəd vakuum gəlir. Bu çox yaxşıdır dostlar. Bunu istədiyiniz kimi maşınlara asmaq olur. Burada bəzi xüsusiyyətləri var. İstədiyiniz kimi bu şəkildə bunu burada basmaq üçün belə düyməsi var dostlar. Düymə deyək. Buna təxmini bilmirəm adı nədirsə. Belə istədiyiniz kimi bunu çəkib bağlaya bilirsiniz. Belə bir vakuumu gəlir maşına asmaq üçün dostlar. Baxın, yaxından göstərək. İçərisindən təbii ki kameramız çıxır. İndi birazdan bunu mən yaxından göstərəcəm sizə, kameranı yaxınlaşdırıb və biraz uzaqdan göstərəm. Belə bir səliqəli paketdə gəlir dostlar. Bunların və xoşum gələn xüsusiyyəti odur ki, bunlar iki tərəflidir dostlar. Həm maşının içərisini çəkir. Baxın, kameramız bu şəkildədir. Həm də ki, arxa tərəf çəkir. Baxın, bir ədəd kamerası buradadır. Bir ədəd kamerası isə buradadır dostlar. Baxın. Baxın, bu şəkildə kameramız dostlar. İki tərəfli. Qiymət də bu şəkildə ekrana əlavə olunub. Və bunu biz biraz yaxından göstərim sizlərə. İçərisində nələr var. Qısaca biraz uzaqdan göstərəcəm, sonra yaxınlaşdırıb kameranı sizə göstərəcəm. Belə bir qoşmaq üçün maşına kabeli gəlir. Bu maşınların güc almaq üçün power kabelidir. Başqa da heç nə gəlmir dostlar. Kitabçası normal, bunu heç kim oxumur. Həqiqətən ki, heç kim oxumur, mən də oxumuram. Düzdür, qurlaşdıra bilməsəniz baxa bilirsiniz. Müəyyən içərisində təlimatları var. Bu şəkildə dostlar maşın kameramızdır. Dostlar, kameramız birinci kameramız baxın, maşınlar üçün olan kamera baxın. İndi bunu isə biraz yaxından göstərək sizə, detallı şəkildə bunun xüsusiyyətlərindən danışaq, hansı xüsusiyyətləri var və içərisində nələr var, ekranını və çəkilişini sizlərə daha aydın göstərək dostlar. Dostlar, yaxından çəkimdə göstərim, baxın, kameramız belədir, üzərində düymələri var, fərqli düymələri var dostlar. Dostlar, deməli, üzərində bir ədəd qabaq kamerası var, ön kamerası var və arkasını çevirdikdə belə bu şəkildə arxa kamerası var dostlar. Baxın,
Gördüyünüz kimi arxa kamerası var və 1080p çəkir. Üzərindəki düymələrdən başlayır. Bir dostlar, bu power düyməsidir. Yəni bu kameranı yandırıb söndürmək üçün power düyməsidir. Standart irəli geriyə çəkmək üçün, izləmək üçün videonu standart düymələrdir. Bir ədəddə burada menyuya girmək üçün menyu düyməsidir və OK düyməsidir. Menyularda gəzmək üçün və hansısa bir funksiyanı aktiv etmək üçün OK düyməsidir. Fərqli bir şey yoxdur. Bu da ekranı üçün olan bir düymədir. Bunlar zaryadka ilə işləyir dostlar. Düzdür, çox zaryadka saxlamır, qeyd edeyim, amma sizə deyim ki, yəni ideal kameradır. Sadəcə ekran ölçüsü biraz balacadır. Mən o şəkildə biraz narazılığım olub, amma bu kameralar ümumiyyətlə olaraq bəyənirəm. Baxın dostlar, çəkilişi gördüyünüz kimi bu şəkildə həm ön, həm arxa tərəfdən çəkir. Üzərində kartla gəlir dostlar. 32 GB-lıq kartla gəlir. Yəni mən o şəkildə sifariş vermişəm. Bu kartla gəlir. Kartsız şəkildə biraz qiyməti aşağı qiymət olur. Amma qeyd edeyim ki, dostlar, Temudakı ümumiyyətlə kartlar biraz keyfiyyətsiz olur. Ümumiyyətlə bu SSD olsun, yəni SD kart olsun, biraz keyfiyyətsiz olur. İstəyə görə siz buradan SanDisk ala bilərsiniz. SanDisk kimi və yaxud da Kingscom kimi fərqli modellərdə var. Çəkilişini də bu şəkildə gördüyünüz kimi biraz kameranın fokusunu sizlər üçün alın və baxın görək necədir. Çəkilişi də ki normaldır, 1080p çəkir. Burada fərqli funksiyalar var dostlar içərisində. Burada istədiyiniz kimi bunun menyusuna girə bilirsiniz. Baxın, menyusuna bunu basılı saxladıqda dostlar bu şəkildə ekrana menyu gəlir. Menyuda təbii ki burada fərqli seçənəklər var. Buradakı iləri gelir düyməsinə bunları istədiyiniz bölməyə keçə bilərsiniz. Buradan istədiyiniz kimi format eləyə bilərsiniz kartı. Yəni içərisindəki SD kartı format dedikdə bunu format eləyir dostlar. Bu OK düyməsinə basdıqda baxın artıq format eləyir. Baxın öz-özünə format gedir. Və istəyə görə 1080p yox 720 də qoya bilərsiniz. Məhz bunun belə deyək dostlar, ekran çözünürlüyünü biraz aşağı salsaz, yəni 1080p-dən 720p-yə daha çox video yaddaşlara salır. Dostlar belə deyək, daha çox videoya baxmaq olur. Yəni bunların bildiyiniz kimi kartlara məlumatları yazır. Məlumatları daha çox yaza bilir. Məsələn, belə deyək dostlar, 1080p-də baxsarsanız 2 saat, 3 saat, 32 GB bəs eləyir sizə, amma 720p-də daha çox saxlayar məncə. Çünki keyfiyyət avtomatik aşağı düşür. Baxın dostlar, burada bəzi seçənəkləri var. Menüsünə girməmiş nə olduğunu göstərir. Bu M düyməsi var burada. Buna istəyə görə bunu basdıqda bir kameranı bunu sıradan çıxara bilirsiniz. Yəni tək istəsəz arxa kameranı çəksin. Bunu bu şəkildə də eləyə bilərsiniz. Bu şəkildə də eləyə bilərsiniz. İstəyə görə biraz basılı saxladıqda menyuya girir. Baxın menüsüdəki. Burada bir ədəd seçenek var. Baxın burada üzəri çıxa bilirik. Menyularda nə var? Resolution dostlar, yəni bunu istədiyi kimi video keyfiyyətini aşağı sala bilirsiniz. Buradan OK düyməsini dedikdə istəsəz bunu 1080p-də, istəsəz 720p-də çəkiş elə. VGA biraz çox zəifdir dostlar. Amma məlumatı daha çox yazır. Yəni seçənəyə görə. İstərsiniz yəni 1080p-də çəkib 128 GB kimi, yəni fərqli seçənəklərdə yaddaş kartı ala bilərsiniz. Yəni bunun üzərinə gələn 32 GB buna biraz az gələ bilər dostlar. Yəni 1080p çox yer tutur. Yəni bəzən 1080p-də siz video çəkirsinizsə, belə nəzərdə alın ki, bir videonun bəzən 100 MB, 50 MB kimi məlumat yazır, amma siz 720p-də çəksiniz, megabayt aşağı düşür. Baxın bu şəkildə dəyişdirə bilirsiniz. Buradan geriyə deyirik dostlar. M düyməsinə basdıqda avtomatik geriyə çıxır. Bu formatdır. Screen Saves. Screen Saves yəni bunu siz deaktiv eləsəz, ekran öz-özünə avtomatik bir müddətdən sonra sönəcək. Bu işıq sistemidir dostlar. Yəni buna avtomatik qoysaz, yəni bu nə edir dostlar? Avtomatik əgər qaranlıq bir yerə girsinizsə, misal üçün maşınla hansısa bir qaranlıq bir tunelə və yaxud da fərqli bir yerdəsinizsə, bu avtomatik ona görə təmizləyir. Bunu istəsəz bağlaya bilərsiniz, istəsəz mən avtomatiyə qoyuram. Bu nədir dostlar? Bu tezliyidir. Videonun tezliyi dostlar, istədiyiniz kimi bunu dəyişdirə bilirsiniz. Language setting, burada fərqli dillər var. Burada türkcə də var dostlar. Burada türkcə qoyaq. Baxın, burada titreşim var. Zaman ayarlama, bip səsi. Bip səsi dostlar bu hansı ki
Ekranda gəzinirkən səslər olur. Bunu istəsiniz bağlaya bilərsiniz. Baxın, mən bunu bağladım. İstədiyim kimi aça bilərəm. Açsam bu, yəni siz menyularda gəlsəz belə səslər çıxır bu şəkildə gördüyünüz kimi. Mən bunu bağlayıram dostlar. Yer çəkimi sensoru. Bu nədir? Əsas bunu bilmirəm nə işə yarayır. İstəsəniz bunu yəni yüksək də qoya bilərsiniz. Məndə bağlıdır. Yəni bilən varsa kommentlərdə yazsın. Baxın, belə zaman etiketi. Zaman etiketi dostlar, ekrandakı vaxt var, hansı ayın tarixi. İstəsəniz bunu aça da bilərsiniz, istəsəniz bunu bağlaya da bilərsiniz. Həftə seçənək. Park uyandırma. Park uyandırma seçənəyi baxaq görüm nədir. Açıqcası bilmirəm nədirsə. Çox funksiyasını istifadə eləməmişəm, amma sizlərlə bərabər bunu baxaq. Baxın bu şəkildə. Açıqcası bəzi funksiyaları çox qəlizdir dostlar. Yəni bunu daha çox istifadə edən adam bilir. Düzdür, mən almışam amma çox istifadə eləməmişəm. Deməli, bura bizə lazım olan avtomatik kapatma, səs sistemi. Səs sistemi, yəni bu səs yazır normalda bu kameralar. İstəsəniz bunu bağlaya bilərsiniz. Buradan OK düyməsinə klik eləyərək bunu bağlaya bilərsiniz. Məndə açıqdır. Yəni video çəkən zaman danışıqlar buna yazılır kartına. Bu şəkildə görüntü karnesi, döngü kayıtdakı dostlar, yəni neçə dəqiqədən bir bu videonu save eləsin. Bu avtomatik 3 dəqiqə gəlir üzərində, istəsəniz azalda bilərsiniz. Mən bunu 3 dəqiqədə qoyuram. Və bu şəkildə gördüyünüz kimi fərqli seçənəkləri var. Format, ekran koruyucu, işıq doldurun, titrəmə. Dostlar, bir dənə də sizə bir şey göstərmək istəyirəm. Bunun yaddaşa saldığı videolara necə baxmaq olar? Bu ayın tarixidir dostlar, gördüyünüz kimi. Bunu bir dəfə basdıqda baxın. Bu yaddaşa saldığı videolara bu şəkillərdir, baxın. Bunu yaddaşa saldığı videolara baxmaq üçün buradakı M düyməsi var dostlar. M düyməsinə bir kere klik eləyən kimi seçənəklər verir sizə. Bir dəfə klik elədiniz, avtomatik qabaqdakı kameranı ləğv eləyir. Bir dəfə də klik eləyəndə yaddaşa saldığı videolara baxmaq olur dostlar. Dostlar, bir digər kameramızda ağ qutuda olan bu şəkildə biraz bahalı qiyməti var. Bu bahalı deyəndə ki dostlar, o birisindən biraz fərqlidir. Hardasa 5-6 manat qiymət fərqi var, amma bunun ekranı falan daha böyükdür. Belə bir qutuda gəlir dostlar, üzərində yəni bildiyiniz kimi, yəni Çindən aldığınız məhsullar və yaxud da Temuda, düzdür, bilmirəm hər saatçı Çinlidir yoxsa yox. Markaları bilindiyi marka olmur. Düzdür, fərqli Xiaomi kimi markalar var, amma bu kameralar yəni həm qiymətinə görə bu şəkildə. Bunu da qutusundan çıxardaq və sizlərə göstərək görək bunun nə xüsusiyyəti var dostlar. İndi birazdan yaxından da göstərəcəm. Belə kitabçıqları çıxır dostlar üzərindən. Bir ədəd kitabçığı çıxır, bir ədəd də isə qurlaşdırmaq üçün fərqli kitabçığı çıxır. Bu kamera biraz fərqlidir dostlar. Bunun ekranı da böyükdür. Qutusundan çıxardaq. Dostlar, kameramız bu şəkildədir. Bunun o birisinə görə biraz ekranı böyükdür dostlar. İndi yan-yana qoyum, baxın sizlərə göstəreyim. Ekranda fərqli var. Düzdür, qiymət var. Düzdür, ikisi çəkim cəhətdən eyni şeydir dostlar. İkisinin də gecə görüşü var. İkisinin də baxın, biraz daha yaxından göstəreyim. Baxın, gördüyünüz kimi. Bunun ekranı biraz böyükdür. Bunda biraz bahadır. Bu da 2 ədəd kamerası var. Bunundakı biraz fərqlidir. Baxın belə. Sadəcə bunun ekranı daha böyük dostlar. Deməli, bunu belə deyək dostlar, bunun bir dənə xüsusiyyəti odur ki, bu istədiyiniz kimi qabaq kamerasını çıxarda bilirsiniz buradan. Baxın, burada belə kabeli var. Bu kabeldən bu şəkildə çıxır, ayrıla bilir. Yəni bu kamerası, qabaqdakı kamerası ayrıla bilir. İstədiyiniz kimi bunu ayıra bilirsiniz dostlar. Baxın, gördüyünüz kimi bunun funksiyası budur. Həm də ki, bunun da gecə görməsi var. Gecə vaxtı çəkir, gecə çəkim rejimi də var. Sadəcə ekranı böyükdür, standartdan biraz o birisindən böyükdür, belədir, yəni o birindən böyükdür. Digər üzərindən çıxan fərqli nə var burada, baxaq. Bunun qutusu biraz səliqəlidir o birisinə görə. O birinə görə biraz səliqəlidir. Bunu yapışdırmaq üçün belə qurğu gəlir, iki tərəfli yapışqandır bu. İstəyə görə əlavə də verirlər üzərində və belə səliqəli gəlir. Bunu sizlərə göstərək. Baxın, belə yapışqan. Qeyd edim ki, bunu yapışdırdıqda biraz sökmək çətin olur. Onun üçün istədiyiniz yerə düzgün seçim eləyib yapışdırmağınız tövsiyə olunur. Və əlavə olaraq, ehtiyat olaraq bir ədəd də göndəriblər. Belə iki tərəfli yapışqan.
keçirmək üçün qurğularıdır və standart OBS kamerada olduğu kimi belə power kabeli. Fərqli. İndi isə gəlin keçək yaxından çəkim eləyək. Baxaq sizlərə bunun funksiyasını və bu kameranı da qoşaq. Ətraflı şəkildə göstərək dostlar. Dostlar, kameramız bu şəkildə yaxından göstərin. Baxın, belə bir kameramızdır. Bunun ekranı OBS-dən olduqca böyükdür. Baxın, yan-yana. Bunları qoyaq. Bax, ekran fərqi həqiqətən çoxdur. Bunda da 2 ədəd kamera var. Çəkiliş olaraq da eyni şeydir dostlar. Düzdür. Bunu əvvəl almışam kameralarda. Sadəcə yəni baxaq, ola bilər fərqli firmanındır. Bunun düymələri yandadır dostlar. Eyni OBS-indəki o birində olduğu kimi power düyməsi iləri geriyə çəkmək üçün və OK düymələri menyuya girmək üçün standart düymədir. Sadəcə bunun kamerasının buradan ayırmaq olur kabellə. İstədiyiniz kimi ayıra bilirsiniz. Hətta buradan da çıxır. Düzdür, mən bunu çıxartmamışam. Çıxardanda ehtiyatlı olun dostlar. Buradan belə basdıqda baxın, kamera ayrıla bilir. Üzərindən istədiyiniz kimi kamera ayıra bilirsiniz. Hətta yerinə təzədən taxa bilirsiniz. Baxın belə. Bu şəkildə və mini görüntü ötürən belə HDMI kabel kimidir. Yəni mini HDMI girişidir. Baxın, gördüyünüz kimi mini HDMI girişidir. Baxın, bir ədəd də zaryad qıyılması. Bunda biraz fərqlidir dostlar. O birisində Type-C idi, belə Type-C-dir. Bunda isə biraz kabel tipi fərqlidir. Baxın, gördüyünüz kimi bu şəkildədir. Kabel tipi fərqlidir. Gəlin isə qoşaq kameramızı. Ümid edirəm ki, zaryad qası var. Power düyməsini basılı saxlayıram. Baxın, bunun ekranı daha genişdir. Biraz ekranı geniş olmaq istəyirsinizsə, bu da iki tərəfli çəkir dostlar. İndi bunun yanında M düyməsi var. Bunu istəyə görə baxın. Kameradan bilmirəm görsənmi belə yan-yana da qoya bilirsiniz. İndi biraz baxın bu şəkildə. Baxın dostlar. Baxın, burada daha net görsənir. Buradakı düyməsini klik eləyəndə istəyə görə bunu şəkilləndirə bilirsiniz. Amma o bir kamerada bu funksiya yox idi. Yenə də ola bilər ki, mən görməmişəm, amma yoxdur. Yəni mən bunu uzun menyularını gəzmişəm, amma bunda funksiya var. İstəsəz tək şəkildə, istəsəz bunu belə ekranı iki hissəyə bölə bilərsiniz. İki hissədə baxa bilərsiniz, həm ön tərəfdən, həm də arxa tərəfdən. Və yaxud da istəyə görə belə bir funksiyada da istifadə edə bilərsiniz. Baxın, ekran daha genişdir və bunun gecə görüşü də var. İstəyə görə rəng dəyişdirir. Baxın, işığa görə. İndi mən burada kamera işığı qoymuşam. Yəni işığı baxın söndürək, bir işığı söndürək, baxaq bunun gecə görüşünə. Baxın, avtomatik işığı söndürəndə düzdür, otaq biraz işıqlıdır dostlar, amma gecə görüş sisteminə keçir. Baxın. Baxın, kameranı avtomatik kameranı göstərir. Yəni çəkiliş qiymətinə görə çəkilişi yəni məncə superdir, yaxşıdır. 1080p dedikləri kimi də çəkir. İşığımızı qoşaq. Qiymətinə görə məncə çəkir dostlar və bunun da ki bu şəkildə istədiyiniz kimi 32 GB-la kart gəlir bunun da üzərində. Bunun kart yeri baxın. Modeli də ki A12-dir. Alış eləyəndə onu da fikir verir. SD kart da belə bir bölmədə gəlir. Bunu istəsəz belə açırsınız. Belə yapışqanı var üzərində. 32 GB kartla gəlir və yaxud da artıra bilərsiniz dostlar. Girək görək menüsünə, baxaq menüsündə nələr var. Dostlar, bunun burada menyuları da var. Bunları görməmişəm. Yan tərəfində də menyuları var, amma bu tərəfində ayrı belə deyək, menüsünə girmək üçün düymələrini ayrı-ayrı qoyublar. Bu isə iləri geri basmaq üçün düymələrdir. M düyməsinə, yəni bunda da menyuya girmək üçün. Menyuları demək olar aşağı-yuxarı eynidir. Bunda da eynidir. Yəni standart görüntü keyfiyyətini dəyişdirmək və burada düymələrinə fikir verirəm, biraz qarışdırmayam. Standart düymələrinə fikir vermək və ekran görüntüsünü dəyişdirmək. Loop recording, bu da ki bayaq göstərdiyim kimi neçə dəqiqədən bir döngüdə yaddaşa salmaq üçün bu işıq sistemidir. Ekranın işığıdır, monitorun dedektiv, yəni bu
Bu dostlar hərəkət algılama sistemidir. Yəni mən səhv eləmirəmsə odur. Bir dənə mən sizə bunu göstərim, baxım giriş eləyək görək hərəkət algılama sistemidir yoxsa burada da OK düyməsidir. Təsdiqləmək üçün. Baxın bunu işarələdim. Yəni belə bir funksiyası varsa həqiqətən superdir. Baxaq görək. Memory kartı error verdi. Mən inanmıram elə bir funksiyası ola, amma yox dostlar, yəni ora seçenek kimi qoyublar, amma heç elə bir funksiyası olduğunu inanmıram. Fərqli-fərqli, yəni eyni şeydir. Menyuları aşağı-yuxarı eynidir dostlar. Yəni heç bir fərqi yoxdur. Bayaq göstərdim ki, menyular eynidir. Bunun da çəkilişi bu şəkildədir. Bunu da istədiyiniz kimi təkrarlara baxa bilirsiniz və ya da ekranı çevirə bilirsiniz. Baxın, bu şəkildə söndürüb yandıra bilirsiniz. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, bu video sizlər üçün faydalı oldu dostlar və bu kameralardan xoşunuz gəldisə və ya da mənfi cəhətləri nədir? Kommentlər bölməsinə yazın. Biz də sizlərə bir-bir cavab verəcəyik dostlar. Ümumiyyətlə tema olsun və ya fərqi yoxdur. Trendiyol olsun. Hansı saytdan alış-veriş haqqında və ya da fərqli mövzu olsun video istəyirsinizsə, maksimum şəkildə bu videoları like edin və kommentlər bölməsinə yazın dostlar. Biz də əlimizdən gələndə belə kontentlər yaradaq dostlar. Xahiş edirəm kanalımıza abunə olun və bizə maksimum dəstək olun dostlar. Dostlar, Temu'la bağlı çox videolarımız var. Farmlat olsun, Temu Farmlatdan pulsuz necə məhsul almaq olar və yaxud da Temu'dan endirim kodu, kredi iadəsi kimi belə bir kampaniyalarda necə yararlanmaq olar və bunların mənfi cəhətləri, müsbət cəhətləri nədir, bunu bilmirsinizsə, videonun açıqlama bölməsinə əlavə etdiyimiz videolara klik edərək baxış eləyə bilərsiniz, yəni baxa bilərsiniz dostlar. Təqdim etdiyi fikirli